Müəllimlər, əziz abituriyentlər və biologiya sevərlər. Bildiyimiz kimi, bizim çox dəyərli ABC Akademiyanın rəhbəri və təsisçisi olan Camal Kərimovla birlikdə yeni biologiya sınaq toplusu 40 sınaq nəşr olunmuşdur və sizə təşəkkürümü bildirirəm göndərdiyiniz xoş sözlərə, müsbət rəylərə və bəyənilərinizə görə. Bu bizim motivasiyamızdır, qürur mənbəyimizdir və sizlər üçün daha yeni, daha faydalı işlər görməyə bizə stimul verir. Buna görə sizə minnətdarlığımı bildirirəm və istəyirəm bu rəngli tərtibatda, nəfis tərtibatda olan və orijinal sualları ilə, digər test banklarından, unikallığı ilə seçilən bu kitabdan sınaq 5, 18-ci sualın izahını verim. Aşağıdakı cədvəldə bir populyasiyada 3 fərqli əlamətin ortaya çıxmasını müəyyən edən allel genlər və allel genlər arasındakı dominantlıq vəziyyəti verilmişdir. Əlamət növü R, L və M-dir. Bu əlamətlər baxımından populyasiyada meydana çıxa biləcək fərqlərdə fenotip müxtəlifliyi neçə növ olar? Gəlin baxaq, R əlaməti 2 allel genlə idarə olunur. R, böyük R, kiçik R üzərində tam dominant. Bu zaman bizə məlumdur ki, 3 genotip müxtəlifliyi alınacaq. Yazaq. Bunlar böyük R, böyük R, böyük R, kiçik R və kiçik R, kiçik R genotipləridir. Böyük R, kiçik R üzərində dominant olduğuna görə bu mənə bir fenotip verəcək, bu isə mənə digər bir fenotip verəcək. Deməli, burada 2 fenotip müxtəlifliyi aldıq. M əlaməti isə M1 və M2 allel genləri ilə idarə olunur. M1, M2 üzərində bərabər dominantdır. O zaman genotipləri yenə yazaq. M1 və M1. Bu mənə bir fenotip verəcək. M1 və M2. Bunlar bir-biri üzərində bərabər dominantlıq olduğuna görə fərqli bir fenotip verəcək. M2 və M2. Bu da mənə digər bir fenotip verəcək. Deməli, biz burada 3 fenotip müxtəlifliyi aldıq. Üçüncü əlamətə baxaq, L əlamətidir. 3 allel genlə idarə olunur. Əgər bir əlamət çoxlu sayda allellə, 2 və daha artıq allellə idarə olunursa, buna çox allelilik deyilir və bu əlamətin neçə alleli olursa olsun, nəsildə diploid yığımda yalnız ikisi iştirak eləyə bilər. O zaman biz ya düsturla tapa bilərik ki, buradan 6 genotip əmələ gələcək. Hansı düsturla? N vurulsun N plus 1 bölünsün 2. Burada allel N allel sayıdır. Yəni 3 vurulsun 4. 3 isə gəlbir 4 eləyir də. 3 vurulsun 4 bölünsün 2. Bu 6 eləyəcək. 6 genotip alınacaq. Lakin allel sayı mənə fenotip sayını verəcək. Yəni biz burada 3 fenotip görəcəyik. Gəlin istəyirsiniz yazaq, lap aydın şəkildə olsun. L1, L1. Bu 1 genotip. L1, L2. Bu ikinci genotip. L1, L3. Üçüncü genotip. Və L1 digər 2 və 3 üzərində dominant olduğuna görə bu üçü mənə birlikdə bir fenotipi verəcək. Bu üçü bir fenotip olacaq. L2, 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 L3. Bu iki genotip isə mənə digər fərqli bir fenotip verəcək. L3, L3 genotipi isə yenə də fərqli bir fenotip verəcək. Burada 2, 3-ün üzərində dominant olduğuna görə bu iki genotip mənə bir fenotip verdi. Deməli, mən burada da 3 fenotip müxtəlifliyi aldım. Və deyir ki, bu populyasiyada meydana çıxa biləcək fərqlərdə fenotip müxtəlifliyi neçə növ olar və bütün deməli, ehtimalları fenotip müxtəlifliklərini vururam bir-birinə. 2 vurulsun 3, vurulsun 3.
Bu da mənə 18 növ fərqli fenotip verəcək. Deməli, doğru cavab C variantı olacaq. Diqqətiniz üçün təşəkkür eləyirəm.